3, 2, 1. Okay, başlayalım. Salam dostlar. Bugün yenə Language Talk seriyası ilə qarşınızdayıq. Bugünkü söhbətim həm rəfiqəm, həm də ingilis dili müəllimi Fəridə ilə olacaq. Bugün biz əsasən nədən danışacağıq? Yeniyetmələrə ingilis dilinin öyrədilməsi, bundan danışacağıq. Fəridə, salam. Salam. İstərsən biraz özün haqqında məlumat ver, sonra keçid edək. Deməli, ingilis dili tədrisi ilə məşğulam. Mən əslində kimya texnologiya mühəndisiyəm. AIZ-ni bitirmişəm, amma elə universitet vaxtı, tələbə vaxtı daha doğrusu desəm belə anam məndə bu müəllimliyi kəşf edib və biraz belə deyim də məni yönləndirib ki, tələbələrlə məşğul olmağa başlayım və özüm tələbə idim, birinci kursdaydım. Mama biraz motivasiya verdi ki, hə tələbə götür, birinci rus dili öyrədirdim uşaqlara, balaca uşaqlara. Mama dedi ki, öyrət, özün üçün tələbəsən. Məsələn, mənim verdiyim pul ayrı, amma özünün qazandığın pul ayrı. Belə mama motivasiya verdi, həvəsləndirdi və bu davam elədi bir neçə il. Sonra artıq sözün düzü rus dilini özüm öyrətmək istəmədim. Fikirləşdim ki, ingilis dilini özüm inkişaf elətdirim, öz ingilis dilimi və sonra ingilis dili tədrisinə keçim. Elə də alındı, yəni ingilis dilimi özüm təbii ki, kurslara getdiyim də oldu. Daha çox çalışırdım ki, özüm filmlərə, kinolara belə baxıb dili öyrəndim. Sonra başladım yavaş-yavaş tədris eləməyə. Belə artıq sonradan mən beynəlxalq hansısa kurslara qoşuldum və sertifikatlar falan əldə elədim də. Yəni artıq beynəlxalq rəsmi olaraq. Bəli, rəsmi olaraq dərs deyə bilərəm. İndi tələbələrim artıq 10 ildən çoxdur ki, dərs deyirəm. Tələbələrim niyəsə çox adam düşünür ki, ancaq uşaqlarla işləyirəm. Amma mən də elə düşünürdüm. Hamı elə düşünür, amma hər yaşda tələbələrim var. Özümdən hətta bir neçə yaş böyük tələbələrim də olur. Amma yeniyetmələrlə təcrübən kifayət qədər çoxdur. Daha çox yeniyetmələrlə işləyirəm hal-hazırda və onlarla mənə işləmək həm də zövq verir. Yəni hər yaşda tələbələrim olub, var, amma məhz yeniyetmələr 11-15 yaş arası bu uşaqlar vəbşə mənə çox zövq verir də onlarla işləmək. İndi mənim sualım o olacaq, elə əslində birinci sualım. Sən dedin ki, yeniyetmələrlə işləmək mənə zövq verir. Sualım odur ki, niyə məhz yeniyetmələr səni onlara dərs deməyə cəlb edən şey nədir? Okay, niyə yeniyetmələr? Yeniyetmələr məsələn uşaqlarla elədir ki, balaca uşaqlarla, yəni 11 yaşa qədər belə deyim, 10 yaşlı, 7-8 yaşlı uşaqlarla ancaq oyun və daha çox mən aktiv olmalıyam. Biraz sözün düzü bu məni yorur. Böyüklər də məni yorur. Niyə? Düz onlarla da zövq alıram işləməkdən, amma onlar məni yorur çünki məntiq axtarırlar. Yeniyetmələr belə mənim üçün ən belə ortaqdır da. Həm onlarla maraqlı aktivitelər edirik. Uşaq aktiviteləri deyil, çünki artıq başa düşürlər, dünyanı daha yaxşı başa düşürlər və kəşf etməyi də istəyirlər. Və hər birinin öz maraqları var. Mənim də maraq belə deyim, dairəmə uyğundur da. Bunların maraqları üstün düşür bizim maraqlarımız. Yəni məntiq də axtarmırlar. Onlarla belə çox oynamaq, çox şənlənmək də lazım deyil. Yəni orta, həm balans qoruyub saxlaya bilirik. Bir də ki, onların motivasiya eləməyi xoşlayıram. Yəni böyükləri motivasiya eləmək daha çətindir. Yəni balaca, kiçik yaşlı uşaqlara o qədər də necə deyim, çətin deyil, amma o qədər maraqlı da deyil. Amma tinecerlərə motivasiya eləmək maraqlıdır. Ki sən görürsən ki, onun düşüncələrini dəyişə bilirsən. Yəni danışaraq gələcək haqqında və s. genişləndirirsən onun düşüncələrini. Yəqin yaşı azdır deyə və sən onlardan daha təcrübəlisən deyə onları daha yaxşı yönləndirmək olur. Bəli. Yeniyetmələri ingilis dili öyrənməyə motivasiya edən şey soruşsan nədir səncə? Mən onlarla dərsləri başlayanda həmişə soruşuram ki, ingilis dilini niyə öyrənirsiniz? Və bu sualın cavabından qaynaqlanaraq mən artıq başa düşürəm ki, mən bu uşağın, bu tələbənin necə, yəni motivasiyanı necə verəcəm. Məsələn, çünki ən böyük motivasiya onların o məqsədidir. Yəni məsələn deyir ki, travel eləmək üçün. Okay, və mən hər dəfə bunu onun yadına salıram ki,
sən yadındadır sən bu dili niyə öyrənmək istəyirdin? Travel edəcəksən, nə bilim Amerikaya gedəcəksən, Avropaya gedəcəksən, təhsil alacaqsan, yadındadır? Yəni yadına salıram və bu buna çox motivasiya verir ki, okey, yes, mən yəni o məqsədim var da, yəni ona çatmalıyam. Belə ən böyük motivasiya budur. Səncə tez-tez motivasiya verməyə ehtiyac varmı? Onlara tez-tezmi həvəsdən düşürlər? Məncə tez-tez eləmək, yəni o individualdır. Əgər hansısa tələbənin tez-tez həvəsləndirməyə ehtiyac varsa, məncə orada biraz sorğulamaq lazımdır ki, biz nəyisə düz eləmirik də. Çünki normalda motivasiya belə bir dərs oldu, gələn dərs yoxdur, olmamalıdır da. Yəni çalışmalıyıq ki, elə olmasın, davamlı. Yəni bu motivasiyanı belə deyim, qoruyub saxlamaq lazımdır ki, belə stabil qalsın. Yəni belə oynamasın. Bu gün vəbşi yoxdur, səhər sıfırdır var, nə bilim. Bu çalışmaq lazımdır ki, belə ortada bir səviyyədə qalsın. Bəli, bu bəzən çətin olur. Tələbələr çox individualdır. Elə olur ki, ümumiyyətlə motivasiyasını qaldırmaq, motivasiyada saxlamaq ümumiyyətlə çox çətin olur. Elə olanda nə edirsən? Bilirəm o çox çətindir. Mənim də çünki qarşıma çıxır elə. Əlindən gələn hər şey edirsən, amma yenə də motivasiya olmur, davam eləmir. Düzdür. Çalışıram ki, artıq hər tələbəyə individual yanaşıram və məsələn qrupdadırsa və görürəm ki, bu qrup biraz belə uşaqlar aktivdir, bunun marağı yoxdur. Onda təklif edirəm ki, individual məşğul olaq. Çünki individual olanda mən sırf ona daha yaxşı bir necə deyim, yolunu tapa bilirəm. Düzdür, o da vaxt tələb edir. Əgər individual da məsələn çətindirsə, artıq valideynlə danışıram ki, yəni bəlkə hələ tezdir. Yəni elə olur ki, tezdir bu uşaq üçün. Yəni biz düşünə bilərik ki, necə yəni 14 yaşı var, necə tezdir? Olur ki, məsələn bu buna açıq deyil. Sadəcə biraz vaxt lazımdır. Məncə onda valideynlər başa düşməlidir ki, uşağı rahat buraxım. Biraz bəlkə sonradan uşaq özü gələcək ona. Prosta biraz rahat buraxmaq. Ya bəlkə də pauzaya ehtiyacı var. Bəli, elə olur. Çünki belə çox üstünə gedəndə də o artıq motivasiyada demotivasiya edə bilər. Yəni sən deyə bilərsən ki, sənin məqsədin var idi, sən məsələn futbolçu olacaqsan, sən Madriddə oynayacaqsan və s. O artıq o bir dəfə onu motivasiya verəcək, amma görəcək ki, yox, məndə olmur. O artıq demotivasiya ola bilər ki, mən məqsədimə heç vaxt çatmayacaq. Ona görə biraz boş buraxmaq lazımdır uşağı, yəni ki, pauza vermək lazımdır, düşünürəm. Əslində mən coaching təlimində olanda orada da belə bir şeylər var idi ki, yəni bu cür situasiyada nə etmək lazımdır və orada bizim təlimçimiz Rachel deyirdi ki, belə olan halda hansı ki, heç bir marağı yoxdur da, sən o tələbənlə söhbət edirsən və sual verirsən ki, nəyə marağın var ümumiyyətlə? Yəni dili unut, nəyə marağın var? Onu araşdırıb, bəlkə onun üzərindən bir şeylər eləmək, amma yenə də marağı yoxdursa, digər bir variant kimi həqiqətən deyirdi ki, bəlkə onun bir pauzaya ehtiyacı var. Hələ onun üçün zamanı deyil. Çünki bilmirəm, bizim reallıqda Azərbaycanda marağı olmayan teenagerlər çoxdur. Yəni nəyə marağın var? Bilmirəm. Mən bir teenager tələbəm var. YouTube Shorts. Onda YouTube Shorts'dan onlara videolara. Onda YouTube Shorts'lardan əlavə eləyirəm dərslərə və elə Niyə də yox? Əslində onlar biz eləyirik. TikToklardan da eləyirik. Məsələn, eləyirik. Amma o da əgər hansısa bir belə deyim, sadəcə YouTube Shorts'lara nə gəldi baxırsa, bu da çox davam eləməyəcək. Amma YouTube-da məsələn Shorts olsun, həmən YouTube Shorts olsun, hansısa bir mövzu ilə baxırsa, onda rahatdır. Yəni o mövzuya qaynaqlanaraq gedirsən də. Amma ümumi belə hər şeydən birazdirsə, bilmirəm, o çətindir və ona görə düşünürəm ki, biraz o tələbəyə pauza lazımdır mənim fikrimcə. Razıyam. Fəridə, növbəti sualım diqqət əskikliyi olan. Düzdür, çoxumuzun indi diqqət əskikliyi var, hətta böyüklərdə belə. Amma təbii ki, biz yeniyetmələrdən danışacağıq. Diqqət əskikliyi olan tələbələrin öhdəsindən necə gəlirsən ümumiyyətlə? Belə deyim, çalışıram ki, diqqətləri, fokusları dərsdə olsun və bunu necə bacarıram eləməyi. Belə deyim, random şəkildə, məsələn, hansınasa speaking vermişəmsə, sual vermişəmsə, qrupda danışıram da, biri danışırsa tələbənin, onlara digərlərinə tapşırıq verirəm ki,
danışan tələbə yoldaşınıza belə deyim, diqqət yetirin və özünüzdə qeyd aparın ki, bu harda məsələn nəyisə düzgün demədi. Nəyisə düz tələffüz eləmədi və yaxud hardasa məsələn verb s qoymadı və s. kimi. Bir də birinin danışdığı nəsə bir cavab verdiyi bir suala istəyirəm ki, digərləri də öz suallarını versinlər. Məncə onda onlara kömək edir ki, fokus qalsın bu danışanda, məsələn, diqqət qalsın orada. Bir də ki, çalışıram dərsləri aktiv saxlayam. Kiçik videolar olsun, nə bilim, nəsə oyunlar olsun ki, diqqət cəlb edə bilim və diqqəti saxlaya bilim. Bu çox yaxşıdır. Əslində deyirsən ki, qrupda hər birinə bir iş tapşırırsan ki, qulaq assınlar və diqqətləri dərsdə qalsın. Həm digərinin məsələn elədiyi fikri onda olur ki, bunda səhv tapım. Çünki niyəsə buna meyllidir uşaqlar. Əsas da yeniyetmələr. Yeniyetmələr belə, mən ondan ağıllıyam da, mən bunun səhvini tutdum. Çox maraqlı gəlir onlara bu və başqalarının səhvini düzəltmək özünə elə bil ki, özünə inamı artırır. Düzdür. Ki, mən onun səhvini tapdım belə. Həm də diqqətli olurlar ki, çalışırlar ki, onun səhvini tapsınlar, diqqət orada olur, qulaq asır. Bir də ki, digərlərinin səhvində öyrənirlər. Yəni, məsələn, onun səhvinə baxıb artıq çalışır ki, o səhvi özü eləməsin. Sonradan, məsələn, özü cavab verəndə özünün fokusu o səhvlərə olur ki, bu belə demişdi, mən elə deməməliyəm də. Yəni, artıq çalışır ki, özündə o səhvləri buraxmasın. Belə. Sən artıq dedin, elə mən də onu deyəcəkdim ki, həmin o tapşırıq onların özlərinin də öyrənmələrinə kömək edir, səhvlərin üzərindən öyrənirlər. Fərdə, bəs yeniyetmələrlə işləyərkən ən çox səncə onların işinə yarayan və həmçinin də sənin işinə yarayan, düşünürsən ki, onlara çox kömək edir, texnikalar, aktivitələr, hansılardır səncə daha çox, nə tipdə? İkisini belə özümdə qeyd edə bilirəm ki, məsələn, bunlar mənə çox işimizə yarayır. Onlardan biri TikTok challenge edirəm onlara. Məsələn, TikTokda populyar olan hansı bir tip videolardan bizim məsələn hansı söz toplusunu verirəm və deyirəm ki, o tip videolardan bu söz toplusundan istifadə edin, çəkin. İstəsəniz paylaşa bilərsiniz, istəsəniz məsələn ancaq mənə göndərə bilərsiniz. Şəxsiyə mən baxıb özüm artıq danışıram, nəsə səhvlər olanda falan yönləndirirəm. Nə maraqlı. Belə TikTok challenge deyirəm buna. Belə bunu edirik. Bir də ki, guessing tipli suallarda belə oyunlar, guessing game, yəni məsələn bir riddles deyirəm, zagadkalar da, tapmacalar və s. Bunlar da çox kömək edir. Effektiv olur. Bir də ki, özlərinin söz toplusu verirəm və o söz toplulardan istifadə edib bir-birlərinə, hətta mənə də belə tapmacalar uydurmaqları və o tapmacaların cavablarını tapmaq, belə bunlar çox effektiv olur. Fərdə, bu sual yeniyetmədən daha çox sənin özündən bağlıdır, yəni dərs keçmə metodika ilə. Hamımız bilirik ki, artıq ChatGPT həyatımızdadır, hər kəs istifadə edir, pis yaxşı, pis yönə, yaxşı yönə. Təbii ki, mən bir müəllim olaraq düşünürəm ki, ChatGPT-dən yaxşı yönə istifadə eləmək olar. Yəni kopyalamaq kimi yox da, daha çox istiqamət vermək kimi sənə ya da planlamanın edilməsi ya da hər hansı bir məsələn məndə bir ideya olur, amma mən o ideya məndə çox ümumi olur və o ideyanı mən daha da konkretləşdirmək istəyirəm və s. Onda artıq AI-dan istifadə məncə normal bir şeydir. Müəllim olaraq bəs sən dərslərin hazırlanmasında ChatGPT-dən istifadəyə, AI-dan istifadəyə necə baxırsan? Nə düşünürsən? Çox neqativ deyə bilərdim, amma yox. Çox pozitivəm yəni bu barədə. Hətta özüm istifadə edirəm. Əlbəttə ki, texnika olaraq mən əvvəldə qeyd elədiyim kimi artıq 10 ildən çoxdur ki, mən dərs deyirəm və hər yaşda tələbələrim falan olubdu. Ona görə də müəyyən bir texnikam var artıq. Və sadəcə elə olur ki, zaman məsələn dəyişir və bu məsələn bu 10 il ərzində çox şey dəyişib və bu zamanla ayaqlaşmaq da lazımdır. Ona görə də bu məsələn ChatGPT və s. kimi search-lardan istifadə etmək məncə o demək deyil ki, məsələn müəllim indi fikirləşə bilərlər ki, o müəllim nə müəllimdir ki, istifadə edir, tənbəldir belə və s. yox. Yəni sadəcə götürüb sən qeyd elədiyin kimi kopyalamırsan. Öz fikirlərini daha geniş bir şəkildə çatdırmaq üçün məsələn istifadə etmək olar. Belə. Ona görə də mən çox müsbət baxıram. Hətta tələbələrimə də kiçik
tələbələrimə yox, daha çox böyük tələbələrimə, böyük yaşlı tələbələrimə məsləhət görürəm ki, istifadə edin. Məsələn, deyirəm ki, evdə özün nəsə hansısa bir mətn yazın, hansısa bir topiklə bağlı və deyirəm ki, mənə göndərməmişdən qabaq və ya dərsə gəlməmişdən, qoşulmamışdan qabaq ChatGPT ilə bir dənə məsləhətləşin. Və o ChatGPT-nin cavabını bir dənə sorğulayın, baxın. Yəni özünüz də onunla işləməyə bacarın. Mən çox məsləhət görürəm. ChatGPT də əslində hər şey neytral yanaşır. Yəni əslində o demək deyil ki, o hər şey düzgün deyil. Əlbəttə Mən elə ki, düşünürəm. Yoxlamışam özümdə. Ona görə də onun verdiyi variantları da, yəni onu baxmaq, sorğulamaq lazımdır. Bəli, lazımdır. Yəni kör-körənə, hə, bu dedi istifadə edin yazım. Yox. Mən də səndən yəni çox razıyam. Həqiqətən də bir də indiki dövrdə və bir növ həm də bəzi aktivitələrin falan hazırlanmasında bir növ sənə kömək edir ki, zamanına qənaət edəsən. Sən sadəcə məsələn deyirsən ki, mən bu tipdə bir aktivitə istəyirəm, içində bu olsun, o olsun. Bu metod yəni dərsim nə ilə bağlıdır? Məsələn, onunla bağlı və o sənə hazır bir şeylər verir və sən də onun üzərində düzəlişlər eləyib düzdür. tələbəyə göndərə Məsələn, bilərsən. yeni ideyalar verə bilir sənə. Məsələn, elə olur ki, indi gündəlik həyatda bizim əlbəttə ki, bu işimizdən başqa da həyatımız var və beyin yüklənir və sən artıq həmişə belə yaradıcı qala bilmirsən. Ona görə də oradan məsələn hansısa dərs üçün yeni ideyalar da götürmək olar ki, maraqlı olsun. Çünki belə deyim, diqqəti saxlamaq üçün. Hər şey çox sürətli dəyişir və sən hər dəfə eyni şeyləri edə bilmərsən. Və amma bir tərəfdən də hər dəfə yeni şeyləri özün yarada bilmirsən. Ona görə də bir dəstəyə, ChatGPT kimi bir dəstəyə ehtiyac var düşünürəm. Fəridə, səncə yeniyetmələrə dərs deməyin ən çətin tərəfi nədir? Belə deyərdim. Mən əvvəldə qeyd elədiyim kimi tinecerlərdən çox zövq alıram. Çünki onlar həqiqətən çox maraqlılar və onlar yəni mənim qarşıma çıxan tinecerlərdən danışıram. Ümumiyyətlə bilmirəm, fərqli situasiyalarda ola bilər, bəlkə də reallıq fərqlidir. Mənim qarşıma çıxan tinecerlər çox şeylə maraqlanırlar və bu mənə çox zövq verir. Ona görə mən bir çətinlik özüm üçün görmürəm, öz tələbələrimdən. Amma yeniləri gələndə bu yeni tələbələri biraz dərsdə açılışması ilə bağlı bir problem yaşaya bilirəm. Mənə biraz çətin olur. Amma o da bir neçə dərs davam edir ki, uşaq tələbə açılışsın və danışsın. Çünki çox vaxt onlar danışmaq istəmirlər. Hə, yox, qısa cavab verirlər. Onda isə sadəcə mən yadına salıram ki, sən mənim dərslərimə nə üçün qoşulursan? Bir, danışmağı öyrənmək üçün ingilis dili deyirəm. Okey, onda sən nə etməlisən? Danışmalısan da. Bu biraz çətin də olar. Hə, sıxılırlar, qorxurlar, özgüvənləri olmur, bəzən öz fikrini demək. Bu çox çətindir, hə, onları məhz o mühiti yaratmaq ki, özünü sərbəst hiss eləsin. Razıyam. Ən çətini budur, onun da öhdəsindən düzgün, yəni yanaşmanı tapanda gələ bilir. Əslində razıyam səndən. Çünki ümumiyyətlə yeniyetmələr hamımız bilirik də, valideynləri ilə belə müəyyən bir dənə danışmaq istəmirlər. O ki qaldı dərslərdə danışmaq. Ona görə də düşünürəm ki, yəqin ki, ən çətin tərəflərindən ola bilər. Düzdür. Bir də çalışırlar ki, yəni hər hansı sual verirəmsə, yəni ona konkret cavab verməyə çalışırlar. Deyirəm ki, biraz daha belə geniş düşünün. Yəni məsələn, sən məcbur deyilsən mənə düzünü deməyə. Mən gəlib bunu yoxlamayacağam. Sadəcə danış. Bu biraz çətindir. Fəridə, növbəti sualım maraqlıdır. Deməli, olub ki, tələbələrinlə, yəni yeniyetmələrlə ya da uşaqlarla da deyə bilərsən, hansısa maraqlı və gülməli bir situasiya olubsa, bunu bizlə paylaşmaq istərdinmi? Belə gülməli yox. Maraqlı deyərdim. Çünki mənim çalışıram ki, maraqlı bir fikirlər desinlər mənə tələbələrim. Ona görə də maraqlı aktivitelər eləməyə çalışıram. Məsələn, tələbələrimin biri ilə mövzumuz idi nağıllar. Və mən ona belə bir suallar qoyurdum ki, məsələn, nağılın strukturunu dəyişək. Məsələn, Qırmızı Papaq nağılındakı
əsas main character o qız olmayıb, oğlan olsaydı, səncə bu nağıl necə gedərdi? Aha, nə maraqlı. Hə, o çox maraqlı fikirlər söylədi o tələbə ki, məsələn, nə bilim, oğlan olsaydı, yəqin ki, o heç o balta ilə gəzən meşə adamına ehtiyac qalmazdı. Özü yəqin ki, karate falan edib döyərdi. Çox maraqlı fikirlər demişlər orada. Belə bu tip şeylər və yaxud da nə bilim Rapunzel'in nə bilim saçları uzun olmasaydı, gödək olsaydı, səncə nə baş verərdi? O towerdan necə çıxa bilərdi də? Yəni bu tip şeylər, yəni orada çox maraqlı cavablar ala bilirəm. Gülməli cavablar ala bilirsən. Gülməli də olur, hə. Daha çox maraqlı. Ki, yəni baxıram ki, necə hansısa bir şey dəyişə bilir də hər bir şey. Və hər bir tələbənin öz fikirləri olur. Aslında bu çox yaxşıdır. Sən həm də onları düşündürürsən və həmin yaşda yəni uşaqlar və həmçinin də yeniyetmələrin fantaziyaları güclü olur. Məsələn, bizdən eyni şeyi soruşsan, bəlkə də biz bir şeylər deyə bilmərik. Ən maraqlısını bir qız demişdi, ona bir sual vermişdim ki, Cinderella nağılına prinses tərəfindən yox, Cinderella tərəfindən yox, prins tərəfdən baxsan. Səncə bu necə görsənir də? Deyir ki, çox crazy-dir. Çünki mən indi gedib balaca ayaqlı bir qız tapmalıyam. Bu ümumiyyətlə niyə 12-də durub qaçdı məndən? Bu niyə tiflisini yaddan çıxartdı və s. Hətta bir qız dedi ki, mən o prinsin yerinə olsaydım, bu tifliyə baxardım və düşünərdim ki, ümumiyyətlə axtarmıram bunu. Nəyimə lazımdır? Əgər bu ayaqqabısını itirib gedirsə, bundan bir yönlü adam olmazdı. Bu tip cavablar çox maraqlıdır. Əslində belə fikirləşsin ki, ayaqqabısını itirən adamı niyə durub gedib axtarasan da? Bəs teenagerləri dəstəyən müəllimlərə hansısa bir tövsiyən olardımı ki, bunları mütləq eləsinlər, hansı ki, işə yarayır onlara? Aha, əsas deyərdim ki, onları danlamamaq, yəni. Çünki yəni onlar zaten evdə onları 100% valideyn danlayır. Milyon faiz. Məktəbdə müəllimə danlayır. Onları zaten danlayan çox adam var. Mən də öz dərslərimdə bunu düşünürəm ki, bunlar mənim dərslərimə qoşulurlar. Mənim dərslərimi sözün düzü tələbələrimdən hər dəfə soruşuram ki, dərsin sonu, dərsi bəyəndinmi? Deyirlər ki, hə, çox bəyəndik, çox həm öyrəndik, həm əyləndik, həm də belə relax olduq da. Çalışıram ki, o abu-havanı saxlayım və müəllimlərə də belə deyim, tövsiyəm odur ki, çalışın ki, belə easy olsun da. Yəni hansısa bir təzyiq olmasın. Çünki dediyim kimi, əgər imtahana falan hazırlaşdırırlarsa o başqa. Amma sırf mənim kimi, məsələn, mən speaking dərsi keçirəm uşaqlara. Çalışmaq lazım ki, belə sadə, yüngül formada keçsin, həm də effektiv. Ki, dərslərdə onlar dərsdən çıxanda pozitiv çıxsınlar. Düzdür, biraz çətin ola bilər, amma məncə bir də ki, belə bir şey var ki, deyirlər ki, yeniyetmələr çətindir. Bu barədə fikrimizi dəyişməliyik. Yəni, yeniyetməyə deyəndə fikirləşməyək, gəl, çətindir, ayda xasiyyəti çətindir, düşünməyək. Sadəcə bir şəxs kimi onu qəbul edək. Dilini tapmaq lazımdır. Dilini tapmaq lazımdır. Maraqları nədir? Belə. Mən düşünürəm ki, yeniyetmə ilə işləyirsənsə, özünün də biraz ruhun belə cavan olmalıdır. Ki, yəni özün də yeniliklərə açıq olmalısan. Mən məsələn bəzən hətta onlardan yeni nələr söyrənirəm. Bu çox xoşdur mənə. Yəni yeniliklərə açıq olun. Danlamayın. Hər səhvini üzünə vurmayın, hər səhvini deməyin. Yeniyetmələrə dərs deməklə bağlı səncə hər hansı bir mif varmı? Yəni bu adətən bunu deyirlər, amma ki belə deyil. Əslində sən sonda biraz bunu bildirdin. Biraz ona toxundum. Dediyim kimi, hamı fikirləşir ki, onların xarakterləri çətindir. Onların məsələn çox eşidirəm ki, hətta deyirlər ki, yeniyetmələrin maraqları yoxdur, nə bilim, onlar dərs oxumaq istəmir, yəni belə. Amma öz xarakterləri var və onlar çətindir, amma elə deyil. Maraqları da var. Mən düşünürəm ki, çox, hətta onların maraqları mənim özümə də maraqlıdır. Prosta onu kəşf etmək lazımdır.
Elə bilirəm, düşünürəm. onların elə bir yaşına enmək lazımdır da, biraz elə Düzdür. deyilmi? Hə, biraz həyata bayaq dediyim kimi, necə ki o Cinderella'ya biz princ tərəfdən baxdıq, həyata da bunlar tərəfdən baxmaq lazımdır ki. Yəni artıq hə düzdür. Yaşımız o qədərdir ki, biz yeniyetmə kimi düşünə bilmirik, amma yeniyetmə kimi düşünməyə çalışmaq lazımdır. Onlar çox duyğusal olurlar. Çox sağ ol Fəridə. Sən sağ ol. Çox maraqlı söhbət keçdi. Mənə də çox Həqiqətən maraqlı də oldu. mən də səndən çox şeylər öyrəndim. Yeniyetmələrə dərs deməklə bağlı. Çox şad Düzdür, oldum. mən də bir müddət yeniyetmə demək olar onlara, yəni universitetin 1-ci kurs tələbələrinə dərs demişəm, amma təbii ki, onlar daha böyükdülər. Amma səndən də çox şey öyrəndim. Həqiqətən də çox maraqlı idi söhbətimiz. şad oldum. Belə bu qədər. Biz sizlə sağollaşırıq. Əgər bu videonun altında hər hansı bir sualınız varsa, şərh varsa, ya mənə, ya Fəridəyə yaza bilərsiniz və eşitmək istədiyiniz mövzu varsa, o mövzunu da videonun altında yaza bilərsiniz. Növbəti videolarda görüşənədək sağ olun.